Verilişin sponsoru Modern Hospital'dır. Salam, hər vaxtınız xeyirli olsun istəyik tamaşaçılar. Sağlıq olsunun növbəti buraxılışı efirdədir. Efirdədir ona görə ki, bugün də biz sizin maraqlı mövzularla ekranlarınızın qonağıyıq. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospital'ın sponsoru ilə baxırsınız. Modern Hospital, müasir müayinə və müasir müalicə deməkdir. Əgər sizin müasir müayinə və müalicəyə ehtiyacınız varsa, Modern Hospital'a müraciət edin. Modern Hospital özəl xəstəxanası tibbin ən yeni nailiyyətləri ilə xalqımızın xidmətindədir. Dünya standartlarına cavab verən hər növ müasir avadanlıqlar, bütün növ müayinə və müalicələr, laborator təhlillər, təcili tibbi yardım, təbabətin modern ünvanı Modern Hospital. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Bu bölümdə maraqlı mövzumuz var. Mövzumuz travmatologiya və ortopediya həsr olunub. Təbii ki, söhbətimizin daha təbii keçməyindən ötürü bu sahədə mütəxəssis dəvət etmişik və mütəxəssis məhz Azərbaycanda travmatologiya və ortopediya sahəsində öz sözünü demiş özəl klinikalardan biri olan City Hospital'dandır. Və bugünkü müsafirimiz City Hospital'ın travmatoloq ortopedi Altay doktor Cəfərovdur. Altay mənim, studiyamıza xoş gəlmişsiniz. Xoş gördük. Hər tip sahəsinə baxışlar dəyişdiyi kimi, sizin travmatologiya, ortopediyaya da baxışlar dəyişib. Bugün artıq tip elə bir səviyyə gəlib çıxıb ki, məsələn, 10 il bundan qabaq bizə bir problem görünən hər hansı bir məsələ bugün artıq öz həllini rahatlıqla tapır. Bu sahələrdən biri də sizin travmatologiya, ortopediyadır. Bugün geniş yayılmış oynaq xəstəlikləri. Oynaq xəstəlikləri, bunun daha doğrusu müalicəsi zamanı protezlərdən istifadə olunması, siz cərrahlar tərəfindən. Mən istərdim, bugün də söhbətimiz məhz bu yöndə açaq və ona görə də istərdim ilk sual olaraq sizə elə bax, tibb elminin, ümumiyyətlə oynaq xəstəliklərin müalicəsi zamanı hansı yenilikləri var? Bax, bu barədə nə deyə bilərsiniz? Çox düzgün söylədiniz. Bugün oynaq xəstəlikləri kardiovaskulyar, onkoloji xəstəlikləri birlikdə götürsək, ondan daha çox yayılıb dünyada. Dünyada hər üçüncü insan oynaq xəstəliklərinə məruzdur. Burada daha çox yayılmış biz osteoartritdən ya da ki osteoartrozdan danışacağıq və bu xəstəliyin müalicəsindən və müalicə növlərindən. Osteoartrozu yaradan bir çox səbəb var. Onlardan biri təbii ki, yaşdır. Sonra artıq çəki böyük bir yer tutur. İdman travmaları, oturaq iş, sonra aşırı idmandan məşğul olmaq. Xroniki travmalar, genetik ola bilər. Yəni ki, buradan çıxış yolları yaşa uyğun, oynağın xəstəliyinə uyğun, xəstənin psixoloji durumuna uyğun seçilir. Müasir tibb əlbəttə ki, 10 il ya da 20 il bundan əvvəl təklif elədiyi şeylərlə bugünkü təklif elədiyi şeylərin arasında böyük bir fərq var. Yəni böyük bir irəliləyiş var. Bugün biz endoskopik cərrahiyyədən, yəni artroskopiya deyilən bir cərrahiyyənin bir növündən istifadə edirik. Bax, üzr istəyirəm, Altay mənim, elə endoskopik cərrahiyyə toxunduğunuz, mən də elə istəyirdim növbət sualımı o yöndə verəm. Endoskopik cərrahiyyə bu saat cərrahiyyənin bir sıra sahələrində artıq öz sözünü deyir. Evet. Bu, travmatologiyada, ortopediyada da öz yeri var bugünkü gündə və bunun ilk işlədənlərindən də biri sizsiniz. Evet. Bax, bir praktik həkim kimi, ümumiyyətlə endoskopik cərrahiyyənin travmatologiya, ortopediya sahəsində tətbiqinin özünə məxsus hansı müsbət və mənfi tərəfləri var? Müsbət tərəfi hal-hazırda bu günlərdə endoskopik cərrahiyyənin çox böyük oynaq xəstəliklərində çox böyük bir danılmaz bir yeri var. Hətta demək olar ki, ağırlığı daha çox endoskopik cərrahiyyə təşkil edir. Düşünün ki, xəstə bugün gəlir, səhər-səhər analizlərini verir, hazırlıq görülür və həmin gün əməliyyat olunur və həmin gündə evə gedə bilər öz ayağından, endoskopik cərrahiyyədən sonra. Endoskopik cərrahiyyəni biz bugün aparırıq diz oynağında, aşıq baldır oynağında, bazı oynağında
bir çox problemlər həll olunur endoskopik cərrahiyyə vasitəsilə. Oynaqda strukturlar var deyə menisk aypara şəklində 2 dənə qığırdaq hansı ki amortizator rolunu və uyumluq rolunu təşkil edir. Onun travması zamanı menisk cərrahiyyəsində ya da ki bağlar cərrahiyyəsində idman travmalarında daha çox bu rast gəlir. Biraz daha yaşlı nəsillərdə və ya gənc travma aldığı zaman insanlarda qığırdaq problemində yenə də endoskopik cərrahiyyədən istifadə edirik və bu gün xəstə əməliyyat olundu və ya axşam ya da ki sabahsı günü xəstə evə gedə bilər və ən yaxın zamanda bir neçə gündə xəstə işinə dönə bilər, sosial aktivliyinə dönə bilər və qıraq dəstəkdən istifadə eləmir, qoltuq dəyənəkdən istifadə eləmir, öz ayağından evə gedir, işinə gedir və həyatını davam edir. Altay müəllim, sizin sahədə bu necədir? Əmək qabiliyyəti neçə günə bərpa olur? Bunun üçün nə qədər vaxt gözləmək tələb olunur? Bax, bu barədə nə deyə bilərsiniz? Maraqlı sualdır. Burada bilirsiniz, bizim iş prinsipimiz elədir ki, biz fantastik vədlər vermirik heç kimə işimizdə və maksimal dərəcədə çalışırıq ki, xəstə daha tez işinə dönsün. Əlbəttə, hər bir həkim kimi. Və hal-hazırda mühiti dəyişib, insanlar işləməlidir, sosial aktivlik olmalıdır, pul qazanmalıdırlar və s. Endoskopik əməliyyatlardan sonra dediyim kimi, sabahsı gün axşam evə gedə bilər və 3-5 günə işinə dönə bilər. Böyük əməliyyatlardan sonra, protez əməliyyatlarından sonra, danışdığımız protez əməliyyatlarından sonra xəstə diz oynağı və yaxud bu çanağı oynağı fərqi yoxdur. Sabahsı gün ayağa durquzulur, məcburən. Və xəstəxanadan 5-ci, 6-cı gün evə yazılır. Və bu arada xəstə gündə bir neçə dəfə durquzulur, gəzdirilir. Hər xəstəyə təəssüflər olsun, unutdum, bugün gətirmədim. Hər xəstəyə yaddaş kimi bir şey verilir. Xəstə əməliyyata gəlməmişdən əvvəl. Nə olar və nə olmaz. DVD disk verilir xəstəyə. Xəstə bunu evdə seyr edir, baxır və yaranan suallara orada cavablar var bu yaddaşda. Və bizim istəyimiz odur ki, əlbəttə hər bir insan daha qısa müddətdə işinə dönsün, həyata dönsün, aktiv həyata dönsün. Reabilitasiyanın əlbəttə ki, burada böyük bir rolu var. İdmanın, müalicəvi idmanın böyük bir rolu var. Fizioterapiyanın danılmaz rolu var. Və bunlardan biz geniş istifadə edirik. Siz bax, bu protez əməliyyatlarında gipslərdən, bu xalq arasında tanınan gipslərdən istifadə edirsinizmi? Gips travmatologiyada onun ayrılmaz bir yeri var. Travmatologiyada gipsdən hal-hazırda da çox geniş istifadə olunur. Amma sadəcə sınıqlarda və ya əzəlmələrdə bir müddət ola bilsin, fiksasiya olunur. Gipsin də belə dəyişib. Hal-hazırda sintetik gipslər var. Elə gips var ki, hansındakı çinmək olar. Bu da yerində durmuyor. Soruşduğunuz protezdən sonra gips biz qoyuruq, yoxsa qoymuruq? Yox, biz protez əməliyyatlarından sonra gipsdən istifadə eləmirik. Xəstə dediyim kimi 2-ci gün ayağa durğuzulur və gəzir. CPM deyilən bir cihazlar var, yəni Continue Passive Motion, davamlı hərəkət cihazları var, onunla çalışdırılır oynaqları. Məqsəd odur ki, oynağa aktivliyi daha tez olsun. Yəni daha tez insan ayağa dursun, daha tez gəlsin. Yəqin ki, bizi izləyən tamaşaçılarımız var. Çoxları da bu problemdən əziyyət çəkən insanlardır. Yəqin ki, onları bu sual düşündürür. Sizin əməliyyat etdiyiniz protez əməliyyatları, istər diz oynağı, istər but çanaq oynağı, neçə saat davam edir? But çanaq oynağı və diz oynağı protez əməliyyatı haradasa 1 saat, 1 saat yarım. Amma təbii ki, xəstə gəlir, əməliyyatxanaya girir, orada hazırlıqlar aparılır, anestezioloji tərəfdən ya da ki, orta texniki personal tərəfindən. O bir vaxtdır. İnsan düşünür ki, əməliyyat vaxtı 3 saat ola bilər, 2 saat ola bilər. Əslində, sırf əməliyyat vaxtı 1 saatdan 1 saat yarıma qədər ola bilər. Endoskopik əməliyyatlarda, artroskopiya edilən əməliyyatlarında daha çox söhbət dəqiqələrdən gedir. 20-25 dəqiqə, 30 dəqiqə. Neçə gün sonra xəstə evə gedir və neçə vaxtda bərpa olunur əmək qabiliyyəti? Əmək qabiliyyəti protez əməliyyatlarında
insanın nə qədər insan gəncdir, nə qədər somatik problemləri yoxdur, daxili orqanlarda problemlər var ya yoxdur. Ola bilsin 1 ay, 1 aydan 2 aya qədər bərpa olunur xəstə. Və bir neçə aydan sonra tamamilə unudur ki, belə bir problem nə vaxtsa olub. Gəzməyə nə vaxtdan başlayır? 2-ci gündən sonra. Altay müəllim, protez, mən həkiməm bilirəm, istərdim tamaşaçılarımız da bilsin, çoxlar da yəqin ki bilirlər, bir yad cisimdə qoyulur oynağa, metaldan və yaxud keramikadan. Bəli. Hər bir maddənin, xüsusilə də orqanizmin içərisində olduğu bir devirdə, onun bir yıpranma devri var. Bax, bu barədə nə deyə bilərsiniz? Bilirsiniz, protezlərdə də materiallar dəyişib, hər şeydəki kimi. Və əlbəttə ki, hər bir mexanizmin bir istismar devri var. Əvvəl protezlər sement vasitəsilə bərkidilirdi sümüklərə. İndi o üsul qalıb, amma yeri daralıb o üsulun. Daha çox indi sementsiz protezlərdən istifadə olunur. Protez nədir? Metal, arasında plasmas və yenə metal. Belə bir suni bir oynaqdır. Bugün bu yıpranmanın dərəcəsi daha da azaldılıb. Yeni materiallar çıxıb. Dediyiniz kimi keramik protezlər çıxıb. Və keramik protezlərin yıpranma devri daha da uzundur. Konkret rəqəmlərə gəlsək, heç kim deyə bilməz ki, nə qədər bu protez gedəcək. Təxmini ola bilər, kimsə nəsə söyləsin. Amma bu tam dəqiq deyil. İstismar, yıpranma və istismar müddəti nədən asılıdır? Cərrahdan asılıdır, daha çox xəstədən asılıdır və asılı olmayan şeylər var. Bədəndə olan problemlər, fizioloji problemlər, yanaşı gedən xəstəliklər. Sementli protezlərin ömrü 20 ildə ola bilər. Sementsiz protezlərin ömrü başlayır 15 ildən 25 ilə qədər. Amma biz bunu söylüyoruz, ideal bir vəziyyətdə bu protez 15 ildən 25 ilə qədər gedə bilər. Əlbəttə, kimsə protezi 3 ilə də yıprada bilər, dağıda bilər və ondan asılı olmayan səbəblərə görə də, yəni protez 3 ilə, 1 ilə dağıla bilər və bu protezi 25 ildə istifadə edə bilər. Mümkün qədər gənc insanlara protez qoymağa biz tələsmirik. Onlara deyir ki, nə qədər mümkündür, idarə etsin, yəni ki, öz oynağından. Əlbəttə ki, mümkün deyilsə, insan dirənibsə, problem varsa, dəyişmək lazımdırsa, o zaman biz onlara başa salırıq hər şeyi, bütün riskləri və nə qabaqda gözləyir, nə reviziya ola bilər, hər şeyi anlatırıq. Qeyd etdiniz ki, gənc yaşlı adamları maksimum çalışırıq ki, yaş biraz keçsin, ondan sonra gəlsinlər bu əməliyyata. Amma neçə yaşa qədər bu əməliyyatları icra etmək olar və yaxud neçə yaşdan sonra artıq bu əməliyyatı icra etmək gecdir? Bunun bəlli bir kriteriyası varmı? Kriteriya elədir ki, 18-16 yaşında da protez taxmaq olar. Üst yaş hüddü yoxdur. 100 yaşında da taxmaq olar, 90 yaşında da taxmaq olar. Və hər bir 70 yaşından sonra kimsə bud sümüyünün boyunu sındırıbsa, o məcbur ona protez taxılmalıdır. Və ən tez vaxtda, yəni ki, bugün sındırdı, elə ya bugün ya sabah hazırlıqdan sonra protez taxılmalıdır. Nə qədər mümkündür, o qədər tez insan ayağa durğuzulmalıdır. Niyə ona ki, 15 gündən sonra insan yataqda yatdısa, bir problemlərə görə bir çox qığırdaq, əzələ, başqa somatik problemlər araya gəlir. Ondan sonra yəni ki, bu əməliyyatların icrası mümkün olmur. Altay müəllim, söhbətimizin ortasında qeyd etdiniz ki, məsələn, xəstəni bəlli bir yaşında gələndə uzadırıq. Yəqin ki, bu taktikalarda, yəni xəstəliyə yanaşım, istər onun terapevtik, istər cərrahi yanaşımı da fərqlidir. Bax, bu zaman hansı taktikalara riayət olunur? Əlbəttə, hər gələn insana, qapını döyən insana biz demirik ki, gəl, səni mütləq əməliyyat eləyək. Burada taktikalar var və oynağın vəziyyətinə, xəstənin yaşına baxaraq müxtəlif yanaşmalar var. Konservativ yanaşmada biz daha çox ağrı kəsicilərdən, iltihaba qarşı dərmanlardan istifadə olunur. Oynaq daxili çox geniş yayılmış biz mayelərdən istifadə edirik.
Bunun da biri bugün çox dünyada geniş yayılmış hialuron turşusudur. Hazır şəkildə gəlir artıq bir şprisdə və bu 1 və ya 3 inyeksiya imkan verir ki, gənc insanlara və ya kimin oynağı o qədər imkan verir bu dərmana. Hətta bu dərman deyil, yəni bu süni yolla alınmış oynaq mayyəsidir. 3 və ya 1 inyeksiya imkan verir ki, 6 və ya 8 ay insan ağrısız normal hərəkət eləsin. Bu devri uzatsın yəni. Hə, devri uzatsın, əlbəttə yəni. Sonraki mərhələ təbii ki, artroskopiya gəlir. Çox kiçik 0,5 mm kəsiklə, 2 kəsiklə oynağın içinə videokameranın ucu yeridilir və oynaq barəsində vizual artıq görüntü təsəvvür yaranır və xarab olan problemli hissələr görün nə qədər bir incə bir alətlərlə aradan götürülür və masanın üzərində başqa bir artroskopik alət var. Shaver deyilən bir alətin ucudur. Bugün təəssüflər olsun gətirə bilmədim studiyaya. Bizdə radio dalğalı vaporizator deyilən bir alət var. O qansız, böyük bir xəsarət vermədən radio dalğa vasitəsilə oynaqda olan qığırdaq problemlərini, bağ problemlərini, qişə problemlərini aradan götürür. Sonraki etap artıq yəni burada artroskopiyanın və də inyeksiyaların köməyi olmasa, təbii ki, biz keçirik protez əməliyyatı. Yəni bu protez əməliyyatı ən son sizin tərcih etdiyiniz bir metoddur. Altay müəllim, çox sağ olun. Həqiqətən düşünürəm ki, bu qısa müddət ərzində maksimum informasiya verməyə çalışdıq bizi izləyən tamaşaçılarımıza. Ona görə də həm öz adımdan, eləcə də bizi izləyən dəyərli tamaşaçılarımız adından sizə minnətdarlığımızı bildiririk və sizə işlərinizdə uğurlar, müvəffəqiyyətlər arzu edirik. Və hörmətli tamaşaçılar, studiyamızın bugünkü qonağını bir daha sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı Bakı şəhərində fəaliyyət göstərən travmatologiya və ortopediyada öz sözünü demiş klinikalardan biri olan City Hospitalın həkim travmatoloq ortopedi Altay Cəfərovdur. Əgər sizdə məcbur deyil tək oynaq problemi olsun, istənilən travmatoloji və ortopedik problem varsa, heç bir tərəddüd etmədən City Hospitala müraciət edə bilərsiniz və Altay bəyin qəbuluna yazıla bilərsiniz. Bir daha Altay mənim sizə minnətdarım. Sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, Ankara Medical Center'ın adı yəqin ki, artıq sizə tanışdır. Çünki biz bir sıra verilişlərimizdə silsilə şəklində bu klinikada aparılan işlər barəsində sizə məlumat veririk. Bugün də növbə Ankara Medical Center'ındır. Söhbətin nədən getməyini bilmək istəyirsinizsə, ekranlara yaxın əyləşin və diqqətiniz bizdə olsun. Дорогие телезрители, я Мусаев Мирза Мустафаоглу. Окончил медицинский институт имени Наримана Нариманова и по направлению был направлен в Россию, где до сих пор работаю в течение многих лет. Закончил аспирантуру первой меди, защитил кандидатскую диссертацию. В данное время там же занимаюсь докторской диссертацией. Дорогие телезрители, так как я азербайджанец, родился в Азербайджане, я считаю своим долгом помогать в любое время нашим согражданам, проживающим в России. И по приглашению Ankara Medical я приехал в Баку. И здесь мы уже сотрудничаем с этой клиникой. Я сегодня хотел бы вам рассказать о варикозной болезни нижних конечностей. Варикозные болезни нижних конечностей среди женщин встречается 25-34%, среди мужчин 10-12%. 35 миллионов человек страдает варикозной болезнью в России. Из них у 15% уже имеется или закрытие, или рецидивирующиеся язвы.
Среди европейских стран 0,3% населения страдает открытой или рецидивирующейся язвой нижних конечностей. Поскольку эта проблема такая огромная, можно сказать, и иной раз даже бывают такие язвы, лечить невозможно, особенно у лиц пожилого исторического возраста, которые страдают сахарным диабетом, которые страдают проблемой артерий нижней конечности. Поэтому эта методика лечения этой болезни совершенствуется каждым днем. Лечение варикозной болезни консервативным методом не дает ожидаемые результаты, поскольку это только облегчает жизнь пациента кратковременно и улучшает кровоснабжение в нижней конечности. А хирургические методы лечения уже, как сказать, в Европе, в Соединенных Штатах, в крупных странах мира уже как бы постарели. Сейчас мало кто занимается этой методикой. В основном в последнее время все наши коллеги во всем мире занимаются инновационной методикой, в том числе лазер и радиочастотная облитерация. Радиочастотная облитерация начали делать в 1998 году в Европе и в 1999 году в Соединенных Штатах Америки. Этот прибор называется генератор ВНУС, создан в Америке. И к нему прилагается электрод. Электроды внутривенного действия. Для внутривенной облитерации подкожных вен, магистральных вен. Этой методикой в данное время я занимаюсь в Москве в клинике номер 1. Это частная клиника. И мы делаем такие же операции в Первом медицинском институте в отделении сосудистой хирургии. Если сравнять радиочастотную облитерацию с операцией лазером, мы наблюдаем большое преимущество радиочастотной облитерации над лазером. Поскольку после лазерной операции на коже мы наблюдаем синяки, отеки, даже ожоги кожи. А эти явления после радиочастотной облитерации не наблюдаются, поскольку радиочастотный ток является менее агрессивным. Известно, что больные с варикозной болезнью нижней конечности обычно в первое время не обращают внимания на это. Носят чулки, разные бинты. И когда уже болезнь осложняется, язвой нижней конечности, обращается в поздних стадиях, наша методика позволяет даже делать операции осложненной формы язвы нижней конечности. Поэтому больным советуем в первое время обращаться, может быть, к своему врачу, поликлинику, сделать там УЗИ-диагностика, доплерографии. После этого обязательно надо приходить в клинику, избавиться от этой недуги немедленно, потому что оставлять эту болезнь на потом, как у нас принято, нельзя. Это очень коварная болезнь. Это чем позже делается операция, тем хуже результат. Наши радиочастотные операции дают возможность на второй день после операции вернуться больному к обычному образу жизни. Работоспособность, можно сказать, даже через несколько дней восстанавливается. Поэтому, чем раньше обращайтесь к врачу, будете ходить к специалисту, у вас будет тем хороший результат. Если трудоспособность после обычной операции восстанавливается через 40-45 дней, а после нашей операции
радиочастотная облитерация подкожных вен нижних конечностей, трудоспособность восстанавливается максимум через 1 неделю. При этом необходимо носить чулки после нашей процедуры 3 дня. Больше носить эластические чулки нет никакой необходимости. И как мы видим после операции, никакие следы после нашей операции на коже не остаются. Отеки буквально проходят через 3 дня. Когда мы делаем повторные ультразвуковые исследования, на 3-й, на 7-й день мы видим облитерирующиеся вены после нашей процедуры. А после лазера там можно наблюдать даже прободение стенки вены, а после обычной операции остаются большие рубцы, чувствительность долго не восстанавливается, и после заживления раны там остаются грубые рубцы. Наш опыт показывает, и мировой опыт, конечно, показывает, что если не лечить варикозные болезни нижних конечностей, 20-50% у больных осложняется острым тромбофлебитом. И это, конечно, опасно со своими осложнениями. Это как тромбофлебит глубоких вен, тромбоз легочных артерий. Это, конечно, приводит к летальному исходу. Поэтому, если у пациентов даже есть хронический тромбофлебит, это не противопоказание для радиочастотной облитерации подкожных вен. При хроническом тромбофлебите мы очень успешно делаем такие операции. Единственным является противопоказанием это острый тромбофлебит. В остальных случаях противопоказаний нет. Даже исторический возраст, пожилые люди могут оперироваться успешно. Дорогие телезрители, я периодически теперь буду приезжать из Москвы в Анкара Медикал Центр и с радостью буду принимать наших пациентов и окажем очень высококвалифицированную, надежную помощь для страдающих варикозной болезни нижних конечностей. Благодарю за внимание. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Çəkiliş qrupumuz Modern Hospitaldan sujet hazırlayıb. Diqqətiniz bizdə olsun. Bu dəfə çox maraqlı mövzu ətrafında söhbət açmaq istəyirik. Mövzumuz əsrin bəlası sayılan hepatitlər barəsindədir. Bildiyinizə görə hepatitlər barəsində az da olsa məlumatınız var. Bir çoxları bu xəstəlikdən əziyyət çəkir. Bir çox insanlar özləri bilmədən bu xəstəliyin daşıyıcılarıdır. Bir çox insanlar isə bu xəstəliyin nəticəsi olaraq artıq həyatlarını dəyişiblər. Mən istərdim, bax bu problem barəsində, bunun bugün Azərbaycanda müayinə etmək, aşkar etməkdə modern laboratoriyanın rolu barəsində söhbət açaq və müsahibimiz var. Təbii ki, müsahibimiz Modern Hospitalın Modern Laboratoriyasının müdürü Günel xanımdır. Günel xanım, mən bir cərrah kimi demək istəyirəm. Əvvəllər 20-30 insanın birində hepatit müsbət çıxırdısa, demək olar ki, indi 4-5 insanın birində hepatit müsbət çıxır. Bu, tək mənim xəstələrimdə belədir. Amma yəqin ki, digər cərrahlarda da, istər cərrahi patologiya olmayıb, adi patologiya ilə müraciət edən xəstələrdə də belə ola bilər. Yəqin ki, bunu siz də təsdiqləyə bilərsiniz və istərdim bu barədə danışaq. Hal-hazırda hepatitlərin yayılma dərəcəsi nə qədərdir? Çoxmu rast gəlinir? Bunun qısa olaraq səbəbi nədir? Həqiqətən də son zamanlar əhalinin bu hepatit virusları haqqında az məlumatları olması, maarifləndirilməməsinin çox böyük ziyanları vardır və əhali həqiqətən də bu haqda heç bir məlumatı yoxdur
və tez-tez əməliyyatlara və ya hər hansı bir yoxlamalara gəldikləri zaman aşkarlanır və bu bunlar üçün qeyri-adi bir xəbər kimi qarşılanır. Həqiqətən də son zamanlar dünya əhalisi də bundan çox əziyyət çəkirlər. Mən xüsusilə qeyd edib əhalimizə, vətəndaşlarımıza onun yoluxma metodları haqqında necə qorunmaq olar və müayinələrin nə qədərdən bir təkrarlayıb və hansı müayinələri, hansı metodlarla vermək haqqında məlumat vermək istərdim. Demək, dünya əhalisində həqiqətən son məlumatlara görə 1/3 hissəsi hepatitlərdən əziyyət çəkir. Hepatitlərlə bilmədən 15 il, 30 il birgə, yəni belə deyək, virus daşıyıcısı olaraq xəbəri olmadan insan yaşaya bilər. Yalnız immunitetin düşməyi və ya hər hansı bir əməliyyata gedən zaman və ya hər hansı bir müayinə zamanı bundan xəbərləri olur və bu həqiqətən də insan psixologiyasında çox böyük bir təsir göstərir. Və mən xüsusilə qeyd etmək istərdim ki, bu metodların yoxlanılması da çox vacibdir və müraciət edən xəstələrə düzgün, dəqiq cavab verilməsi də çox vacib bir məsələdir və müraciət edən xəstələrdə hər hansı bir hepatit virusu aşkarlanırsa və başqa bir klinikada müayinə olunurlarsa, cavablar arasında şübhəlilik yaranırsa, bu çox böyük bir psixoloji təsir göstərir xəstələrə. Və qeyd etmək istərdim ki, bizdə hepatitlərin hər bir növü müayinə olunur, bütün növləri hepatitlərin müayinə olunur və bildiyimiz kimi son zamanlar hepatit B-C yəni çox geniş yayılmağa başlayıbdır və bunu ilkin olaraq kart-testlə də yoxlamaq olur, ekspres üsulla, yəni tez bir zamanda 10 dəqiqə ərzində ifa metodu ilə yoxlamaq olur, göstərdiyimiz bu avadanlıqda və PCR, zəncirvari polimerləşmə reaksiyaları metodu ilə yoxlamaq mümkündür. İlkin müraciət edən bəzi xəstələr informasiyası az olur və ilk dəfə yoxlamaya gələn zaman kart-testlərlə yoxlama aparırlar. Ancaq xüsusi qeyd etmək istəyirəm ki, kart-testlərin doğru düzgünlüyü 50% və ya ola bilər 40%. Müxtəlif şirkətlər istehsal edir kart-testləri və orada həssaslıq dərəcəsi aşağı da ola bilər. Yəni, kart-testlə hər hansı bir müayinəyə nəticə vermək bu düzgün olmayan bir yanaşma tərzidir və xəstələr sonluqda olur ki, müayinəyə gəlirlər və ya əməliyyat öncəsi biz yoxlayırıq, aşkarlanır. Bunu daha dəqiq nəticəni vermək üçün biz ifa metodu ilə, immunoferment analizlərlə yenidən təkrarlayırıq. Əgər aşkarlanırsa, biz xəstəyə son nəticə olaraq aldığımız immunoferment analizlərin üsulundan aldığımız cavabı təqdim edirik. Və bəzən olur ki, bu hər bir xəstənin haqqıdır, şübhələnə bilər. Yəni, biz bu yanaşma tərzindən də çəkinmirik. Hər hansı bir başqa klinikada analiz verirlər və gedib bunu PCR-lə yoxlama aparmaq istəyirlər. Amma mən qeyd etmək istəyərdim ki, immunoferment analizləri ilə biz orqanizmdə əks cisimləri təyin edirik və yaxud da həmin infeksiyaya qarşı əks genlər müəyyən olunur. Və PCR üsulü ilə isə hal-hazırki vəziyyətdə virusun aktivliyi barəsində, orqanizmdə çoxalma, inkubasiya vaxtı barəsində məlumatı xırda bir fraqment olmağı kifayət edir ki, PCR üsulu ilə biz bunları aşkarlaya bilək. Hörmətli tamaşaçılar, verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq Olsun proqramına Modern Hospitalın sponsoru ilə baxırsınız. Modern Hospital modern texnologiya ilə tam təchiz olunmuş bir klinikadır. Əgər sizin müasir avadanlıqların köməyi ilə müasir müalicəyə ehtiyacınız varsa, Modern Hospitala üst tuta bilərsiniz. Ümumi cərrahiyyə, endokrin cərrahiyyə, gastroendoskopiya, artroskopik cərrahiyyə, uroloji əməliyyatlar, qulaq, burun, boğaz cərrahiyyəsi, flebologiya, neyrocərrahiyyə, plastik, estetik və rekonstruktiv cərrahiyyə, reanimasiya və anesteziologiya xidməti. Təbabətin modern ünvanı Modern Hospital. Ola bilər ki, xəstələr immunoferment analizi metodu ilə müsbət çıxan nəticə PCR-lə mənfi çıxsın. Bu, xəstələrdə bir balaca çaşqınlıq yaradır, buna aydınlıq gətirmək istərdim. Onlar elə fikirləşirlər ki, məndə deməli hepatit C və ya B və ya digər növləri yoxdur. Xeyr, hər bir pasiyentdə əgər immunoferment analizindən hepatit B, C, digər növləri aşkarlanıbsa, bu deməkdir ki, həmin xəstələr daşıyıcıdır. Əgər PCR metodu ilə təsdiqlənməyibsə, yəni mənfi çıxıbsa nəticəsi, sadəcə hər 2 aydan, 3 aydan bir bu müayinə PCR üsulu ilə aparılmalıdır. Həm xəstənin immun statusu barəsində məlumatımız olsun,
həm xəstədə hepatit B, C və ya digər növlərinin fəaliyyəti barədə orqanizmdə. Ola bilər ki, müəyyən müddətdən sonra digər orqanizmin maye mühitlərinə keçsin. Yəni, bu həm qan hüceyrələri, həm plazma, həm limfalar sistemi nəzərdə tutulur. Yəni, hepatitlər müəyyən vaxtdan sonra immuniteti aşağı saldıqdan sonra, öz fəaliyyətini böyütdükdən sonra, yəni orqanizmdə artıq çoxalmağa, vüsət almağa başlayır. Və bu, get-gedə PCR-lə müayinədə təsdiqlənib, aydınladıla bilir. Əgər xəstə, məsələn, ilkin nəticə olaraq bizdə və ya digər xəstəxanada yoxlamadan keçibsə, hepatit hər hansı bir növü aşkarlanıbsa, immunoferment analizi ilə və inam yaranmayıbsa, yenidən təkrar yoxlama keçmək istəyirsə, həmin metodla da yoxlamanı verməlidir. Çünki gedirlər və yaxud bizdə hər hansı bir hepatitin növü aşkarlanıbsa, immunoferment analizi ilə, İFA metodu ilə qısaca, xəstələr yaxınlaşırlar başqa bir klinikaya və həmin klinikada onları səhv olaraq birbaşa PCR metoduna yönləndirirlər və orada negativ nəticə aldıqdan sonra xəstədə bir çaşqınlıq yaranır. Xəstə elə zənn edir ki, artıq onda hepatitin heç bir əlaməti yoxdur, yəni məndə deyir, heç bir ağrılar və ya heç bir simptomlar hiss etmirəm, yəni məndə hepatit B və ya C digər növlər yoxdur. Mən qeyd etmək istəyirəm ki, immunoferment analiz əgər aşkar olunubsa və siz digər müayinələri, digər klinikalarda keçmişsinizsə, təsdiq tapılıbsa, ondan sonra PCR üsuluna verilməlidir. PCR üsulu ilə bizdə həm kəmiyyət, həm keyfiyyət, məsələn, C növü aşkarlanıbsa, ona uyğun genotipləşmiş növləri də var. Genotiplərin də 3 növü var və bu hepatitin təhlükə dərəcəsini müəyyənləşdirir. Və yaxud da B, hepatit B desək, PCR üsulu ilə biz həm kəmiyyət, həm keyfiyyətini aşkarlaya bilirik. Müalicə zamanı əgər xəstədə PCR üsulu ilə də pozitiv bir nəticə alınıbsa, yəni müsbət nəticə çıxmışdırsa, onu kəmiyyətlə təsdiqləməli və bəlli bir rəqəm alınır. Test sistemlərimizin deməli, xətti ölçü diapazonları var PCR-də, yəni həssaslıq dərəcəsi. Bizdə hepatit C, məsələn, nəzərdə tutulubsa, kəmiyyət söhbət gedir. Kəmiyyət, yəni bəlli bir rəqəm, standartlarla rəqəm alınır. Bu rəqəm, deməli, ən aşağı ölçmə diapazonu 10/3, yəni 1000 kopyalar millilitrdə, 1 millilitr 1000 kopyanı hesablayıb saya bilir və ən maksimum 100 milyon nə qədər müəyyən bir rəqəm ala bilir. Yəni, xəstədə hər hansı bir nəticəni ən aşağı 1000-dən 100 milyona qədər bu aralıqda verilən rəqəmləri biz müəyyən edə bilirik. Əgər olur ki, bəzən xəstələr müraciət edir ki, məndə cavabda yazılıb ki, 500 kopya millilitrdən aşağı göstərir. Bu, ola bilər ilkin yoluxma zamanı immunitetin təpkisi olaraq az bir fraqment aşkarlanıb, yəni tam dəqiq cavab vermək mümkün olmur. Amma analizator əgər negativ, yəni bunu sual verirlər ki, bunu negativ bir nəticə kimi saymaq olarmı? Xeyr. Negativ verilən nəticə analizatorda da, yəni bizdə real-time rejimində işləyir PCR üsulu, o həmin analizatorda qeyd olunur ki, negativ. Amma xırda fraqmentlərin, kopyaların sayı çox azdırsa, bəlli bir, yəni 1000 kopya millilitrə çata bilmirsə, onda o müəyyən bir rəqəmdən kiçik göstərir. İlkin mərhələ mənim xəstələrə yəni məsləhətim nə ola bilər? İmmunoferment, yəni İFA analizi ilə hepatitlər təsdiqləndikdən sonra, yəni tam inam olandan sonra ki, bu nəticəni həqiqətən də yoxlanışla müəyyən olunubsa, bundan sonraki etap verilməlidir PCR-lə. PCR-in kəmiyyət, keyfiyyət və ya məsələn C analizidirsə, genotipləşmə və ya digərləri haqqında Modern Hospital laboratoriyasına müraciət edib informasiya ala bilərlər. PCR üsulu ilə aşkarlanmırsa, hər 2 aydan bir, yəni həkimə də müraciət etmək lazımdır təbii ki, hər 2 aydan bir həkim özü də yönləndirəcək laborator müayinəyə PCR üsulu ilə. Müəyyən müddətdən sonra ola bilər immunitetdə zəifləmə baş verdiyi zaman və ya spirtli içkilər kişidirsə, qəbul edirsə, siqaret çəkmə, hər hansı bir paralel xəstəliklər keçirdirsənsə, təbii ki, immunitet səviyyəsi başlayır aşağı düşməyə və viruslar, hepatit qrupuna aid olan viruslar və digər viruslarda həmçinin bu cürdür, orqanizmin zəif bir anını gözləyir. Və bundan sonra başlayır orqanizm vüsət alaraq çoxalmağa və öz inkişafına, inkubasiya vaxtını keçirtməyə. Və sonluq olaraq bütün orqanizmin orqanlarına ziyan vurduqdan sonra qaraciyərdə böyük bir təlatüm və təhlükə yaranır, serroza meyillik yaranır. Və əgər PCR üsulu ilə də, kəmiyyətdə
müəyyən olunubsa, hepatitin hər hansı bir növü, bunun müalicələrdən sonra tez-tez 6 ay, 2 ay, 3 ay ərzində yenidən təkrar verilir. Ola bilər dərman qəbulundan sonra əvvəlki nəticənin rəqəmi biraz yüksələ də bilər. Bu normal bir şeydir. Yəni, orqanizm hər hansı bir dərman qrupuna reaksiya göstərir. Qalxa da bilər. Və müəyyən müddətdən sonra stabilləşib, bu alınan rəqəm get-gedə aşağı düşməlidir. Əgər müalicə düzgün və normal şəkildə aparılırsa. Xüsusi qeyd etmək istəyirdim ki, dünya praktikasında da indiki zamanda interferon tərkibli preparatlardan istifadə olunur hepatitin müalicəsində və hətta bizim laboratoriyamızda bu preparatlara qarşı orqanizmə rezident olub, yəni həssas və ya qeyri-həssas olması barədə də məlumat ala bilərlər. Günel xanım, bəzən deyəndə çox hallarda olur. Xəstə biz cərrahlara müraciət etmədən əvvəl yoxlanılır və müayinə nəticəsində bunlarda hepatit olduğu aşkarlanır və biz təbii ki, əməliyyat zamanı bu viruslardan qorunuruq ki, yəni xəstəlik qanla ya iynə əlimizi deşməsin və yaxud gözümüzə sıçramasın, bizə keçməsin, nəysə. Və xəstəyə və onun yaxınlarına onlarda hepatit olduğu barəsində məlumat verilir. Lakin bəzən isə xəstələr əməliyyatdan sonra gedib başqa bir laboratoriyalarda özlərini yoxladırlar və bir təşvişlə müraciət edirlər ki, siz bizə deyirdiniz, bizdə hepatit var, biz bir sarsıntı yaşamışıq, psixoloji, lakin getdik, başqa bir yerdə yoxlatdırdıq, heç nə çıxmadı. Bax, mən istəyirəm, bax, bu qaranlıq nöqtələrə aydınlıq gətirək. Nəyə görə əməliyyatdan qabaq bu göstərir, əməliyyatdan sonra başqa bir yerdə yoxlanılanda bu səhv ola bilər və yaxud hansı metodla yoxlanılıb deyənə göstərilir, hansı metodla yoxlanılmayıb deyənə göstərilmir. Bax, istərdim, bax, bu barədə danışaq. Həqiqətən də bu doğru bir yanaşma oldu. Bizə əməliyyat öncəsi xəstələr müraciət edirlər və bizim əməliyyatdan öncəki müayinələrimizə hepatitlər də daxil olunubdur. Və xəstələr uzun müddət onlarda hepatitin olub-olmaması haqqında heç bir məlumatları olmur. Əməliyyata gəlməmişdən, əməliyyat hazırlığı zamanı biz müəyyən aşkarlandıqdan sonra həm həkimə, əməliyyat edən həkimə, həm xəstə yaxınlarına bu barədə məlumat veririk. Və xəstəxanamızı xəstələr tərk etdikdən sonra bəzən olur ki, qəribə bir yanaşma tərzi olur onlarda. Yəni, fikirləşirlər ki, mən özümü xəstə kimi hiss eləmirəmsə, məndə heç bir ağrılar yoxdursa, demək, məndə hepatitin hər hansı bir növü ola bilməz və başqa bir klinikalara, adlarını çəkməyəcəm, yaxınlaşırlar və orada onları ilkin ifa metodunu keçmədən, yoxlamadan PCR-ə yönləndirirlər. Və mən bayaq da qeyd etdiyim kimi, PCR metodu ilə ola bilər ki, ifada aşkarlanıb, yəni bu tamam ayrı-ayrı metodlardır və mənaları tamam ayrı-ayrıdır və PCR metodunda təsdiqlənmir. Təsdiqlənmir deməyək, daha doğrusu negativ çıxır cavab. Yəni bu normal bir haldır. Ancaq bunun nəticəni əllərində bayraq tutaraq yaxınlaşırlar ki, məndə heç bir hepatit virusu yox idi. Yəni, siz bizdə hepatit müəyyənləşdirdiniz, laborator müayinələriniz tamamilə səhvdir. Yəni, bu yanaşmanın həqiqətən də düzgün olmaması barəsində biz bu verilişi bugün efirə çıxartdıq və həqiqətən də hansı metodun nə üçün, nəyə görə lazım oldu və hansı metoddan sonra hansı müayinəni davamlı olaraq müayinə etməyin lazım olduğunu üçün deməli qeyd edirik. Qeyd etmək istəyirəm ki, ifa metodu ilə yoxlandıqdan sonra, yəni bu orqanizmdə həmin virusa qarşı əks cisimlərin yarandığını göstərir və sonraki etap isə PCR metodu idi. Yəni, əgər bizim laboratoriyaya inam yoxdursa, digər yerdə müayinə olunursunuzsa, həmin metodla müayinə olunur, yəni ifa ilə. Və mən bir də qeyd etmək istərdim ki, başqa bir laboratoriyanın da bayaq qeyd edirdik ki, xüsusi bəlası odur ki, istifadə müddəti keçmiş reagentlərdən istifadə edirlər və test sistemin xüsusi həssaslığı pozulur bu zaman. Yəni, artıq heç bir nə kontrol, nə kalibrasiya sisteminə reaksiya vermir və işləməməlidir. Belə deyək, avtomat sistemi olan hər hansı bir müayinə metodlarında səhvlik olma ehtimalı demək olar ki, yoxdur. Ancaq əldə qoyulan hər hansı analizlər varsa, burada istifadə müddəti keçmiş reagentlərdən də istifadə etmək olur və nəticənin doğru düzgün olmağı haqqında heç bir məlumat demək mümkün deyil. Yəni, bu cavabın düzgünlüyünə heç bir zəmanət vermək olmaz. Yəni, biz bu nüansları keçmişik, bu mərhələlərdən keçmişik və heç bir zaman istifadə müddəti keçmiş reagentlərdən istifadə etmirik və cavabı əmin olmadığımız cavabları yenidən təkrarlayırıq.
Ola bilər ki, məsələn, hər hansı bir müayinədən şübhəmiz yaranır, kliniki göstəricilərlə üst-üstə gəlməmək. Bu zaman analizlər yenidən təkrarlanır və əmin olduğumuz cavabları xəstələrə təqdim edirik. Günel xanım, bu hepatit B, C artıq insanlar bilir. Bu B, C-dən başqa hansı hepatit növlərini aşkar etmək mümkündür? Sizin laboratoriyada hansı hepatitlər daha yoxlanılır? Bizdə PCR üsulu ilə hepatitlərin B, C üsulundan, B, C növlərindən başqa deməli, hal-hazırda yeni gəlibdir bizim laboratoriyamıza. Hepatit G, E, hepatit D, yəni bunlar da mənə gəlir ki, patoloqlarla məsləhətləşib vermək mümkündür. Həm kəmiyyət, həm keyfiyyət növləri və bayaq da qeyd etdiyim kimi interferon tərkibli preparatlara xəstələrin fərdi olaraq həssas və qeyri-həssas olması barədə də informasiya toplaya bilərlər. Çox sağ olun Günel xanım. Hörmətli tamaşaçılar, yəqin ki, söhbətimizin şahidi oldunuz və hepatitlərin diaqnozunun dəqiq qoyulmağının nə qədər böyük üstünlüyə malik olduğunu bildiniz. Əgər bir laboratoriyada yoxlanılıb və orada aşkar olunursa var, digər laboratoriyada yoxlanıb aşkar olunmursa yox, mütləq siz həmin metodla müayinənin təkrar olunmasını tələb eləyin və tələb eləyin o laboratoriyadan ki, orada həqiqətən reaktivlərin vaxtı keçməmişdir və avtomat sistemlə çalışır. Çox sağ olun, hörmətli tamaşaçılar. Bir daha sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Modern Hospitalda fəaliyyət göstərən Modern Laboratoriya tam avtomatlaşdırılmış qapalı sistemlərlə çalışan cihazlarla təmin olunmuşdur. Bunlar isə analizlərin cavabının 100% doğru olmağı deməkdir. Əgər sizin hansısa bir probleminiz varsa, hər hansı bir laborator göstəriciyə ehtiyacınız varsa, Modern Hospitala müraciət edə bilərsiniz. Əgər sizi müalicə edən həkim Modern Hospitalda işləmirsə, bu da şərt deyil. Siz Modern Hospitalın laboratoriyasının nəticələrini əldə edib həmin həkiminizə müraciət edə bilərsiniz. Verilişin sponsoru Modern Hospitaldır. Bax belə, dəyərli izləyicilər, Sağlıq Olsunun bugünkü buraxılışı da bu cür sona çatdı. Artıq yaz fəslinə qədəm qoymuşuq. Yaz fəsli bütün xəstəliklərin, orqanizmin zəifliklərinin üzə çıxan vaxtıdır. El arasında necə deyirlər, qan qaynayan vaxtıdır. Və bütün xəstəliklər yaz fəslində daha da kəskinləşir. Ona görə də sağlamlığınıza fikir verin. Sağlamlığınıza fikir verin ki, hər bazar günü Sağlıq Olsun proqramını izləyə bilərsiniz. Sağ olun, sağlıqla qalın. İnşallah gələn həftə görüşənə.